Salam əziz dördüncülər, hörmətli kanal izləyiciləri və dəyərli valideynlər. Sinar yayımlarının yarpaq test vəsaitindən izahlarımız davam edir. Mövzumuz test 80-də 9-cu bölmə üzrə qiymətləndirmə. Bu bölmədə biz sürət məsələləri və digər mövzuların ümumiləşdi tapşırıqlarını keçmiş olaraq. Tapşırıq 1-dən başlayırıq. 1-də yazır ki, Əli dayı zəmisindən yığdığı 1675 kiloqram buğdanın 5də 1 hissəsini toxumluq üçün ayırdıqdan sonra qalan buğdanın 5də 1 hissəsini satdı. Əli dayı neçə kiloqram buğda satdı? İlk öncə görək ki, 5də 1 hissəsini toxumluq üçün ayırıbsa, yəni bunu rahat şəkildə bizə qalan lazımdır. 5-dən 1-ini ayırıb 5də 4-ü qalıb. İstəsək, yəni bu şəkildə yaza bilərik. 1675 bölərik 5-ə. 5 hissədən birini ayırıb toxumluq üçün 4-ü qalıb. Ona görə də 4-ə vuraram. Neçə etmiş olacaq? 16-nı 5-ə, yəni 1675-i bölürəm. Bu da eləyəcək 35, deməli 335. 335-i də 4-ə vurmuş olsam, 300-ü vursam 1200. 35-i də vursam eləyəcək 140. 1340 etmiş oldu. Yazaq bura. 1340. Yəni bir dəfəyə cavabı tapılıb. Bunun da 5də 1-ini satdı. Bu 1340-ın. 1340-ın 5də 1-ini də tapmaq üçün 1340-ı bölərəm 5-ə. Bu da bərabərdir. 13 2 dəfə bölünür. 34 6 dəfə bölünür. 48 268. Doğru cavab B variantında verilmişdir. Keçirin növbəti tapşırıq 2-yə. 2-də yazır ki, aşağıdakı lentlərin uzunluqlarının cəmi nə qədərdir? Birincisi 4 metr 75-dir. Digəri 50 sm 5 mm-dir. Digəri də 3 metr 45-dir. Gəlin birinci 4 metrdən 4 metr 75-dən 3 metr 45 toplayaq. 75-in üstünə 45 gəlsək, eləyəcək 120. 20 yazaq. 4-ün üstünə 3 gəlmiş olsaq, eləyəcək 7, o da bir 8. 820. Üstünə də 50 gəlmiş olsaq, eləyəcək 870, 870. Bu da 5 mm idi, 875. Başlayın. 870 yox. 870 santimetr, bir də 5 millimetr. Deməli olacaq 8 metr, 70 santimetr və 5 millimetr. Hansıdır? B variantı. Bunu burada biraz qaranlıq yazdım yəqin siz üçün. Ya burada olduğu kimi yazaq. Deməli 4 metr, 75 metr, santimetr, metr deyirəm. Üstə gəlsin 50 santimetr, 5 millimetr. Mən yazdım. Bir dənə mən yazmayaq. 2 dənə millimetr yerləşmə nəysə. Burada 3 metr, 45 santimetr. Xətti çəkirik. Bunları toplamalıyıq. 5 millimetr gəldi, düşdü bura. Nəysə. 75 üstə gəl 50. Eləcək 125. Üstünə də 45 gəlsək, eləcək 170. 70 santimetri yazırıq bura. O 100-ü metrə çevirərik. 4 metr, o da 3 metr. Eləcək 7 metr. O da 1 metr, 8 metr. Deməli 8 metr, 70 santimetr, 5 millimetr doğru cavab B variantında verilib. Bu da yəni biraz orada qısaldılmış şəkildə yazdım. Ona görə çaşqınlıq yaranacaq deyə yenidən yazdım. 3-də yazır ki, rəngli xanalara hansı müqayisə işarələri yazılmalıdır? 300 millilitr, burada 3 litrdir. 3 litr 3000 millilitrdir. Ona görə də kiçik işarəsi yazılır. Daha sonra 2də 1 litr 250 ml. 2də 1 litr, yəni 1 litrin yarısıdır. Bu da 500 eləyir ki, burada böyüklük işarəsi yazılır. 1 litr, burada yazılır ki 500 ml. Bu da 2də 1 litr. Bunlar da 2 toplayanda 1 litr eləyir. Burada bərabərdir. Hansı variantdır? Elə B variantında görürük biz bunu. Davam edirik. Növbəti tapşırıq 4-də yazır ki, sahəsi 12 kvadrat metr olan qonaq otağı üçün hansı xalça böyük olar? 12 kvadrat metrdən kiçik və ona bərabər olanlar böyük olmaz. Məsələn, 4-ü 2-yə vursaq 8 kvadrat metr eləyir. Böyük olmaz.
5-i 5-ə vursaq 25 eləyir. Böyük olacaq bu. Doğru cavab B variantı. Digərlərini yoxlasaq görəsiniz ki, kiçik olacaq. 5-ə baxırıq. Yazı perimetri 18 sm olan fiqurun ölçüsü verilməyən tərəfinin uzunluğunu tapın. Perimetri 18-dir. Bunları toplasaq hamısı 18 olmalıdır. Bir dənəsini verilməyib burada. Bu uzunluq, buradan bura qədər olan uzunluq verilməyib. Bunları toplasaq 5, 7, 11, 13, 15. 18-dən çıxsaq bunların cəmi 15-i, yerdə qalacaq 3. Deməli bu nə olacaq? 3 olmuş olacaq ki, doğru cavab D variantı. 6-ya baxırıq. Yazır gölün müxtəlif tərəflərindən aralarındakı məsafə 250 metr olan iki ördək qarşı-qarşıya hərəkətə başladı. Yarım saat sonra onlar arasındakı məsafə 40 metr oldu. Ördəklərdən birinin sürəti 3 metr dəqiqə olarsa, digərinin sürətini tapın. 250 metrin 40 metri qalıb getməyiblər. Ona görə də 250-dən 40-ı çıxmış olarıq. Gediblər 210 metrin. Neçə dəqiqə gediblər? Deyir ki, yarım saat, 30 dəqiqə. Ona görə də 210-u bölərik 30-a, görək bunların sürətlərinin cəmi nəyə bərabərdir? Çünki gedilən yolu zamana bölsək, sürətlərin cəmini taparıq. İkisinin getdiyi yol əlbəttə ki. Bu da eləyəcək 7. Deməli, sürətlərin cəmi 7 metr dəqiqədir. Və birinin sürəti 3 metr dəqiqə olduğuna görə 7-dən məlum sürət çıxsa, digərinin sürəti 4 metr dəqiqə olacaq ki, doğru cavabda A variantında var. Növbəti 7-ci tapşırığa baxırıq. Yazır ki, sarı avtobus yaşıl avtobusdan 7 kilometr qabaqdadır. 2 saatdan sonra onlar arasındakı məsafə neçə kilometr olacaq? Deməli, bir-birinin elə ki, eyni istiqamətə gedirlər. Biri sürəti 25-dir, birinin sürəti 20-dir. 1 saatda 25 olan 20-dən 5 kilometr çox gedir. 2 saata nə qədər çox gedəcək? 5-i vuraraq 2-yə bərabərdir 10 kilometr. Geridən gedən, yəni geridəydir, 7 kilometr geridədir. Gedib ona çatır, 7 kilometr yolu çatır, plus da hələ ondan artıq da getmiş olur. Nə qədər irəlidə olacaq, yəni sarıdan. Bunun üçün də nə edirik? Ondan çıxırıq 7-ni, bu da bərabərdir 3. Deməli 3 kilometr öndə olmuş olacaq. 8-ə baxırıq. Yazır Bakıdan Şəkiyə yola düşən avtobus 6 saat yolda oldu. Avtobusun sürəti 58 km/saat olarsa, həmin yolu 4 saata gedən minik maşının sürəti nə qədərdir? Deməli biz bilirik ki, Bakıdan Şəkiyə yola düşən avtobus 6 saat yolda oldu. Avtobusun sürəti 58 km/saat. Ona görə də 58-i vururuq 6-ya, görək nə qədər yol gedib. 300, o da 48, 348. Bizə deyir ki, həmin yolu 4 saata gedən minik maşının, həmin yol, yəni 348-i də bölmüş olaraq 4-ə. 300-ü bölsək 75, 48-i də bölsək 12, eləcə 87, 70 oldu. 87 doğru cavab D variantında var. Növbəti baxırıq ki, 9-a yazır. İki məntəqədən eyni zamanda qarşı-qarşıya siçan və dəvəquşu yola düşdü. Görüşənə qədər siçan 18 km, dəvəquşu isə 96 km yol getdi. Siçanın sürəti 3 km/saat olarsa, dəvənin sürətini tapın. Siçan neçə saat yolda olubsa, dəvəquşu da eyni zaman müddətində yolda olub. Buna görə də siçanın getdiyi yol 18-i bölmüş olaraq 3-ə, bu da bərabərdir 6 saat etmiş olur. Deməli 6 saat yolda olubsa, dəvəquşu da 96-nı bölmüş olaraq 6-ya. 6 saat yolda olduğuna görə sürəti nə qədərdir? 16 km/saatdır ki, doğru cavab A variantı. Növbəti 10-cu suala baxırıq. Yazır ki, Ləmanın anasının bugünkü iclası işə başlamasından nə qədər vaxt sonradır? İşə başlayıb 09:15-də. Bugün saat 11:30-da iclası var. Nə qədər vaxt keçməlidir? Ona görə də 11:35-dən çıxarıq 09:15-i. 35-dən 15 çıxa bilirəm, qalır 20.
11-dən də çıxaram 2 saat 20 dəqiqə. 2 saat 20 dəqiqədə B variantında var. 11-ci suala baxırıq. Yazır ki, birinci dərsimiz 08:00-da başlayır. Şagirdin məktəbində hər dərs saatı 45 dəqiqə və hər tənəffüs vaxtı 10 dəqiqədirsə, üçüncü dərs nə vaxt qurtarar? Deməli, 8:00-da başladı. 3 dənə dərs keçmiş olacaq. Daha doğrusu, üçüncü dərs nə vaxt bitmiş olacaq, onu bizdən soruşur. Dərsə başladı 45 dəqiqə. Plus 10 dəqiqədə tənəffüs olmuş oldu. Tənəffüslər 3 dərs üçün 2 aralıq olacaq. Yəni, biz 45-i 3-ə vurarıq, amma üstəgəl, yəni 3 dənə dərs olacaq, 2 dənə isə tənəffüs olacaq. Bunu da 2-yə vurmuş olur. Bu da bərabərdir. 45-i 3-ə vursaq 135, üstəgəl onu da 2-yə vurmuş olsaq 20. Bu da bərabərdir. Eləcək 155. 155 dəqiqə. İndi bu neçə saat etmiş olur? Bunu da tapmaq üçün eləcək 2 saat 35 dəqiqə. 2 saat 35 dəqiqə etmiş oldu. Və saat 08:00-da başlayıbsa, üstünə də bunu gəlsək, eləcək 10:35. 10:35 hansı variantda var? C variantında verilmişdir. Növbəti 12-ci suala baxırıq. Görək 12-ci sualda nə yazır? Yazır, düzbucaqlı paralellepipedin həcmi 280 kub metr olarsa, onun eni neçə metrdir? Biz də bilirik ki, həcmi tapmaq üçün eni, uzunluq və hündürlüyü bir-birinə vurulur. Məsələn, eninin bilmirik, x götürsək, vursaq 14-ə uzunluğuna, vursaq hündürlüyü 5-ə bərabərdir 280-i almış olarıq. Buradan da x vurulsun 14 bərabərdir 280-i birinci 5-ə bölmüş olarıq. Eləyəcək 56. Sonra da x də bərabərdir 56-nı 14-ə bölsək 4 etmiş olur. Doğru cavab C. Və yaxud da ki, həcmi məlum tərəflərin, məlum tillərin hasilinə bölərik. 5-i 14-ə vursaq, eləcək 70. 280-i 70-ə bölsək, bu da bərabərdir 4 etmiş olacaq. Bu da digər yolla tapdıq. Hər iki yolla cavabını tapmış olduq. Bu qədər. Növbəti video izahda görüşmək ümidi ilə hələlik sağ olun.